Salam dostlar, nasıl yaxşısınız inşallah. Girişimdən bəlli olduğu kimi bugün 10 Kasım Atatürk anım günüdür. Yəni 10 noyabr. Mən istedim ki bu video sizə məlumat verim, Azərbaycanlılara məlumat verim. Bugünün nə olduğunu yaddan çıxarmasınlar. Yəni Türklər kimi biz də bugün əzbərləyək. Çünki bugün Atatürk'ün, Mustafa Kemal Atatürk'ün anım günüdür. Və o Azərbaycan kimi çox şeylər eləyib. Və savaşlarına kömək eləyib. Qədimə dayanılaraq kömək eləyib. Yəni qədim illərdə, Heydər yaşadığı dövrlərdə nə kömək eləyib. Mən də Atatürk anmaq istəyirəm. Və sizə birinci Atatürk'ün girdiyi savaşlardan azcıq məlumat verəcəm və Azərbaycanın nə sevdiyini məlumat az verəcəm. Çünki əgər bunlar haqqında çox məlumatlar var. Azərbaycana kömək eləyib Atatürk və bunların hamısını desəm mən video bir saatdan çox olacaq və bunu da YouTube maalesef çox adam bu videonu izləməyəcək ki bir saatdır izləməyə tənbəlləyəcəm. Elə video var ki lazımsız izləyirlər. Ona görə həm bu videoya qısa eləmək istəyirəm ki insanların diqqətini çəksin, həm də aydın edeyim ki həm tez baş halında həm də sözlər elə mənalı sözlər yığmışam. Özüm tarix dərsindən tezə başladığım üçün Atatürk'ü keçmədiyimiz üçün məndə çox məlumat yoxdur Atatürk haqqında. Ona görə Google'da və başqa saytlardan yığdım məlumatlarla. Doğrusu zaten yığdığım bir yerden yığmışam. O yığım deyemeyeceğim. Yani başlayaq. Mustafa Kemal Atatürk, Türkiye Cumhuriyeti'nin banisi ve azaldığı uğrunda mübarize yapan büyük sərkərdədir. O 1. Dünya Müharibəsində və Çanakkale döyüşündə böyük qəhrəmanlıq göstərdi. Çanakkale da onun rəhbərliyi ilə Türk əsgərləri çox güclü ordulara qarşı döyüşərək öz torpaqlarını qorudu. Sonra o İstiqlal müharibəsinə, yəni Türkiyənin azadlıq savaşına başladı. O xalqı birləşdirərək düşmən ordularını ölkədən qovdu və 1923-cü ildə Türkiyənin Cumhuriyyətini qurdu. Atatürk təkcə bir hərbi qəhrəman deyildi, həm də böyük islahatçı, islahatçı idi. O qadınlara seçki hüququ verdi. Yəni yeni əlifba yaratdı, məktəblər yeniləndi və elm bilim mühasibələri önə çəkildi. Türkiyə daha çox inkişaf eləməyə başladı. Atatürk Azərbaycanı da çox sevirdi. Azərbaycanın sevinci bizim sevincimizdir, kədərimiz bizim kədərimizdir demişdi. Bu sözlər onun qardaş Azərbaycan xalqına olan sevgisini göstərir. Onun sayəsində Türkiyə gücləndi, müstəqil oldu və dünyaya örnək bir ölkəyə çevrildi. Atatürk həm Türkiyə, həm də bütün Türklər üçün azadlıq, birlik və irəliləyiş rəmzidir. Sizə qısa məlumat Atatürk'ün kim olduğunu və nə önəm daşıdığını, necə gözəl bir insan olduğunu dedim. Atatürk həqiqətən gözəl bir insandır. Sizə bugün əsas məlumatlarını verdikdən sonra indi isə 10 Kasım Atatürk'ün anım gününü məlumat verəcəm və bu qısa olacaq. Həmçinin çünki video həm qısa olmalıdır, həm də mənalı olmalıdır ki siz yaxşı anlayasınız. Verirəm, başlayalım. 1938-ci ilin 10 noyabr səhəri saat 9:05-də Türkiyə Cumhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kemal Atatürk İstanbul'da Dolmabahçe sarayına vəfat etdi. O təkcə bir dövlət başçısı değildi, bir xalqın yenidən dirçəlişin simvolu idi. Hər il 10 noyabrda bütün Türkiye və dünyanın bir çox yerlərində insanlar Atatürk sevdiyi və hörmətlə anır. Saat 9:05-də sirənlər çalır, hər kəs bir dəqiqəlik sükutla dayanaraq Atatürk'ü yad edir. Dostlar bir də görə bilərsiniz, mənim bir dəqiqə. 8 dəqiqə şey demişdim, ona görə bağlamaq. Gəldim. Atatürk'ü yad edirik. Atatürk Türklere azadlıq, elm və müasirlik yolunu göstərdi. O demişdi, ən böyük əsərin Cumhuriyyətdir. Dostlar, sizə Atatürk haqqında bu qədər məlumat verdim. Təəssüf ki, çox məlumat vermədiyim çünki video uzun olmasın deyə. Həm də o qədər məlumatı mən yada saxlayamayacağım. Saxlasam belə mənim videolarına qarşılayıram. Yəni, inşallah
tarixdən Atatürk haqqında nə qədər məlumat öyrənirəm. Çünki mən tarix çox sevirəm. Ona görə sizə də tarix haqqında mən belə kiçik olsa belə, yəni 5 dəqiqə olsa belə məlumatlar vermək istəyirəm. Biraz siz danışdığımdan məlumatları anlaşılmamız ola bilər. Amma sizə yavaş danışdığımı istəyirəm. Rahat yat, Atatürk. Səni daim minnətlə və sevgi ilə xatırlayırıq.